Neftçinin yola saldığı futbolçu Murad Məmmədov. Belə bir informasiya əldə etmişik ki, artıq Pafosla anlaşıb, Kipr və Neftçidən ayrılıb. Və Çoxdan axı olub bu məsələ. bəli, yox, anlaşıblar. Uzun müddətdə bundan əvvəldən anlaşıblar. Yox, rəsmiləşmişdi. Artıq Murad da yola düşdü və Neftçi komandası yenidən Murada təklif göndərib. İşin maraqlı tərəfi budur. Kipr klubuna təklif göndərib ki, qarşıdakı mövsümü bizə icarəyə verin bu futbolçunu. 4 illik müqavilə bağlayıb Kiprin Pafos komandası. 1 illik bizə icarəyə verin. Həm burada bir qədər də inkişaf etsin, böyüsün və növbəti mövsümün sonu yenidən qayıdar. Özün uzun müddət ölkə xaricində çıxış etmisən. Belə bir gedişat baş verərsə bunu necə qarşılayırsan? Bu nə kimi təsir edə bilər Murad Məmmədova? Ümumiyyətlə tək ki xeyirli olsun Murad üçün. Belə oturum biraz, çox getməyim. Murad üçün xeyirli olsun ki, ölkə xaricinə gedir, yaşı azdır, ölkədə bəlkə də ən perspektiv futbolçularımızdan biridir. Amma məncə inkişaf üçün getdiyi ölkə düzgün ölkə deyil. Hətta. Məncə inkişaf eləmək üçün, yəni o Kiprdə inkişaf eləyəcək, eləyə bilməyəcək sözün açığı yalan deyərəm. Amma mənim fikrimcə o Kipr elə bir ölkədir ki, orada artıq, məsəl üçün bir dənə misal çəkə bilərəm. Vlad adlı bir futbolçu var idi, Rumuniyalı. Arsenal Akademiyasını yetirməsi idi. İngiltərə Arsenal. İngiltərə Arsenalının. Deməli, o səhv eləmirəmsə, Arsenaldan Macaristana, Macaristan da birbaşa elə Pafosda çıxış eləyir, artıq neçə illərdir. Çox böyük perspektiv vəd edən futbolçuydu. Elə Murad yaşlarında da Pafosda gəlmişdi və oradan Pafosda da ilişdi qaldı neçə illərdir. Mən hətta deyim ki, o gələcəyin Rumuniya futbolunun ən perspektivli oyuncularından biri hesab olunurdu. Amma Kipr çempionatı elə bir çempionatdır ki, ora əsasən o karyerasının artıq o belə deyək də son dövrlərini yaşayan o təcrübəli CV üzərində yaxşı CV'si olan futbolçular gəlir. Hansı ki o karyeralarının son dövründə o yaxşı pulla bitirə bilsinlər karyeralarını. Başa düşdün nə demək istəyirəm? Yəni bu mənada Kipr çempionatı bu mənada belə deyək də mənim daha çox nəzərimdə olan çempionatdır. O ki qaldı Neftçinin yenidən Muradı icarəyə götürməsinə, yəni təklif eləməyi, o da maraqlı bir məsələdir. Niyə görə maraqlı məsələdir? Ümumiyyətlə fikir verirsənsə, Neftçi ətrafında son dövrlər ancaq yerli futbolçularla bağlı transfer xəbərləri var. Bəli. Yəni bu da maraqlı bir məsələdir. Niyə görə? Yəni Belindub belə deyək də, o yerli futbolçuları heyətə qatmaqla daha çox nəyi fikirləşir, onu da mən biraz sözün açığı başa düşə bilməmişəm. Çünki elə əlində kifayət qədər oynayan yerli futbolçular var idi. Yəni legioner futbolçular bəlkə də sürpriz olacaq. Bir də gördün ki, ard-arda legioner futbolçuların komandaya transferini biz gördük. Amma məsələ hal-hazırdakı durum bundan ibarətdir ki, daha çox yerli futbolçularla maraqlanırlar. Yəni onsuz da limit yoxdur.